Hər vaxtınız xeyir. Heç kimə söz atmayacağım, amma buradan mən sizə Zaura bunu zəng edib telefonda da deyə bilərdim, amma Zaur gördüm bunu gündəm xatirinə sosial şəbəkədə yaydı, sonra da sildi. Zaur, sən bilirsən ki, sənin verilişə gələn 80% müğənnilərin, 80 də yox ha, 90% müğənnilərin heç birisi nəinki Aygün Kazımova olacaq, heç Aygün Kazımovanın ətrafında da belə görünə bilməyəcəklər. Aygün Kazımovanın aldığı səhnələrdə ola bilməyəcəklər. Aygün Kazımova kimi ölkənin əsas ulduzu statusunu ala bilməyəcəklər. Diva sözündən Aygün xanımın heç umurunda da deyil. Aygün Kazımova durub Diva sözünə görə heç onun vecinə də deyil ki, kim nə deyir. Kəmalə dostumuz deyə bilər ki, əgər mən bu günləri sevilirəmsə, amma Kəmalə Günəşli mən arzu edirəm ki, bir ildən sonra aktual qalsın. Amma mənim də verişimdə olub, səmimi xanımdır, səmiyyətdə inanıram. Amma Aygün Kazımova heç birisi olmayacaq. Aygün Kazımova müasir estradamızın banisidir. Onların heç birisi nəinki estradanın banisi, heç birisi ya, mən tək Kəmaləni demirəm. Bugün ay mənim trenddə 100 min adam baxdı, 1 milyon adam baxdı, 100 milyon adam baxdı. Siz nəinki Aygün Kazımova'yı, Aygün Kazımovanın ətrafında belə deyana bilməyəcəksiniz. Hə, ad günlərində gelib oyuna şəkil çəkdirəcəksiniz, onu tədbirlərdə görüb onu telefona çəkdirəcəksiniz. Hər zaman içinizdə Aygün Kazımova olmaq istəyəcəksiniz. Amma heç vaxt Aygün Kazımova olmayacaqsınız. Amma Zaur, səndən də niyə görə hamı bunu bugün deyirsən, hə? Sən illərin peşəkar aparıcısan. Bugünkü gün hansısa müğənniyə deyə bilərsən, yalandan yıxıl, yalandan dur ayağa. Mən də deyirəm bunu, sən də deyirsən, Vüsal elə deyir, hamımız deyirik. Amma hamımız da bilirsiniz ki, bu müğənnilərin əksəriyyəti həftə içi 5 dəfə sənin də efirində ola bilir, mənim də efirində ola bilir. Amma işi sən də qarışıq, bütün efirlərin arzusu odur ki, Aygün Kazımova o efirlərin qonağı olsun. Və sən gərək orada Kəmaləyə deyirdin ki, bəli Kəmalə, sən bu günləri populyarsan, ola da bilərsən, amma sən heç vaxt Aygün Kazımova ola bilməyəcəksən. Bunu təvəzzükarlıq kimi qəbul eləməyin. Mənlə Aygün xanımla işləmirəm, mənlə Röya xanımla işləmirəm. Amma bu insanlar, Zülfiyə xanım, Brilliant Dadaşova, Faik Ağayev, bu insanlar sənədlərlə tarix yazıb. Bozbaş mahnılarla gündə qalmayıblar gündəmdə. Düzdür, mən də çağırıram, reytingdə verirlər. Amma heç birinə efirimdə ixtiyar vermərəm ki, Aygün Kazımova, Röya xanım, Zülfiyə xanım haqqında desinlər ki, biz onlara rəqibik. Onlar nəinki onlara rəqibi? Onlar heç bu günləri səviyyə baxımından, yəni status baxımından, heç Sevdə Yəhyəyevə, Günay İbrahimliyə rəqib deyirlər. Mən onlara arzu edirəm ki, onlar da devlətimizin ən möhtəbər tədbirlərində heç olmasa hardasa bir adları allansın. Amma Zaur, sən gərək orada öz fikrini bildirəydin. İnşallah da ki, mən düşünürəm ki, Kəmalə deyə bilərdi insandır, amma Zaurun orada susması, mən səni anlayıram Zaur.